yağlı çiğnatın ha. Kim? Qaqaş. Sənə? Ha. Bəlkə şey olub, Ne şey olub? bilmədən olub. Belə bilmədən şey olur. Belə? Ha, belə. Kimsiz da siz qardaş? Verdim azarsınız. Yox, sən söhbət qıraqdan gördün mü? Ben bir sək görürüm abi. Dava eləmək istənsə, gedə qıraqda eləyək. Qol gücümə, bel gücümə, göstərin. Ne göstərə bilərsiniz? Kimdir Respublika çempionu? Bu, yoxsa bu? Sən? Ben o UFC'de dövüştüm. Sən də qaldım ki, sırtım yerə. Sən nə idmanla məşğulsun? Yox, sən kimi bağlamaq bilər. Yoxsa bizi vurmaq istəyirsən burada. Yox, çəkib duran qarışla söhbət edeyim görüm, dərdilədir Döyüşmək istənsə problemdir, axırda gedək döyüşək səndən. Ha, problem yox. Amma sözümüzü əldə eləyə gedək. Ha, problem yoxdur. Gəl bura. Gəl. Elə təsəvvür elə ki, çəkiliş deyil, bu real bir dənə hadisədir, düzdür? Mənim fikrimcə əsas cəsarət və pəhləvanlıq insan hissi olanda özünü ələ almağıdır. Bu gün hələ də qardaş dava eləmədən ən azından ona kimsə borcluq eləsə, dinləməyi bacardı bilər. Yəni dava eləməsə. Burada nə deyərdim bizim kanala? O belə başımıza nə Ay, yapır mikrofon. sığaş, cəmaat işində gücünü eləmir. Qardaşım, bax sən indi burada Allah eləməsin, bir dəqiqədən sonra maşın vursa, ya səni ya məni, düzdür? Bu həyatda olmayacaq, düzdür? Onda işindən, gücündən yox, bax həyatından olur. Ha, söhbət. Ona görə də belə ol ki, belə nümunə ol da. Allah şəhər. Özünə müğayət ol. Sağ ol, sağ ol. Sağ ol.